Salam xanımlar, xoş gördük sizləri. Bugün mən sizə bu səbətimizin toxunuşunu göstərəcəm. Deməli, bunlar eyni formada toxunub, yalnız böyüklüyünə görə bir-birindən fərqlənir. Bu böyük səbətimizin toxunuşunu sizinlə paylaşmışam. Bu böyük səbətimizin altlığı 8 sıradan ibarətdir. Bu 8 sıranın üstündə toxunub. Bu isə 6 sıranın üstündə toxunubdur. İstədiyiniz ölçüdə, istəsəniz 6 sıra toxuya bilərsiniz, istəsəniz 8 sıra toxuya bilərsiniz. Sizin istəyinizdən asılıdır. Nə böyüklükdə, bundan kiçik toxumaq, ölçüdə də toxumaq istəsəniz, bu 6 sıranın sayını azaldırsınız. 6 yox, 4 və ya 5 sıranın üstündə toxuyursunuz. Onda daha kiçik ölçüdə alınır və yaxud da daha böyük ölçüdə toxumaq istəsəniz 6 sıranı daha da böyük ölçüdə toxuyarsınız. Onun üstündə də əgər hündürlüyünü daha da hündür toxumaq istəsəniz, məsələn bu 2 sıranın üstündə forma verilir. 2 sıra, 2 sıra, 2 sıra, 6 sıradan ibarətdir. Siz 2 sıra daha artırıb 8 sıradan ibarət eləyə bilərsiniz və yaxud da kiçiltmək istəsəniz 4 sıranın üstündə toxuya bilərsiniz. Buyurun, keçək səbətimizin toxunuşuna. Xanımlar, belə qalınlıqda penye ipdən istifadə edəcəm. Bir də milçəm də 5,5 millidir. Belə bir bu qalınlıqda ip üçün 5, 5,5, 6 milli milçədən istifadə edə bilərsiniz. 4 də eləyə bilərsiniz, amma 4 ilə işləmək daha çətin olar, yəqin ki. İlk öncə birinci sırada, deməli, bu formada götürürük, bu formada. Və birinciyi buradan çıxartdıq, bunu bənd eləyirik. Birinci bənd elədik, bu sayılmır. Burasında, burada keçirdə bilərik. Daha sonra, deməli, 1, 2, 3, 4, 5, 6. 6 dəfə çıxartdıq formada. Bunu biraz dartıb sıxırıq altını və ilk başladığımız yerdən birincidən bunu salırıq formada, keçirdik bu tərəfə və bunu genişləndiririk, belə keçirdirik bu formada. Bunun alt hissəsinə salırıq bunu və onda bu səliqəli alınır. Belə oldu. Alttakini da biraz bərk formada nə qədər sıxa bilirsinizsə dartın, sıxın. Ortasını itirdik formada. Bunu belə elədik. Və daha sonra penye iplə işləmək biraz çətindir. Sərt olur, bərk olur. Buna görə biraz adam incidir. Deməli, bundan əvvəlki toxuduğumuz araya giririk bu formada. Bu
buradadır. Bundan əvvəlki ara budur. Buradan salırıq. Və bunu buradan keçirdirik. Bura keçirdik və bir dəfə zincir çəkirik. Deməli bu 6 dənə toxumuşduq. Bu boşluqların hər birindən 2 dəfə çıxırıq. Birini çıxdıq, indi ikincisini də çıxırıq. Çıxdıq və formada. Birincini elədik. Keçirik ikinciyə. İkinci aradan deməli bir ipi çox boş eləməyək. Bir daha bir və həmin boşluqdan bir daha çıxırıq. 2 keçirik növbəti boşluğa. Diqqətli olmalıyıq ki, düzgün alınsın. Arasından salırıq bu formada. Bir və eyni yerə bir daha salırıq. 2 keçirik növbəti boşluğa. Buradan salan vaxtı arxadan da baxaq ki, düzgün girsin. Bir və eyni boşluqdan salırıq. Bir daha 2. Bu formada sona qədər gəlirik. Sonda davam edirik. Gəldik. Sıranın başına çatdıq. Deməli, buradan salırıq. Birincinin başlığından bunu bu formada çıxartdıq. Çıxartdıq. Biraz genişləndiririk. Bu formada belə olur. Yəni heç birindən fərqlənmir. Onda səliqəli görünür. Deməli bunu elədik. Daha sonra buradan salırıq altdan. Deməli bir səhv var ki, bəziləri bunu baş tərəfindən salır. Xeyr, baş tərəfindən salmırsan. Bunu toxuduğun ilmənin tam içindən. Naxşı istədiyin kimi alınmaq üçün formada bax. 2 dənə belə xəttdir. O 2 xəttin arasından çıxmalıdır. Formada deməli bunu salırıq. Buradan bir dənə də zincir çəkirik. Bu oldu birincisi. Deməli indi 3-cü sıradayıq. 3-cü sırada bir tək toxuyuruq, bir cüt. Bir təki toxuduq. İndi keçirik onun yanındakı. Buradan baş tərəfindən deyil, tam içindən salırıq. Bu formada saldıq. Bax 2 xətt var. Bu 2 xəttin arasından çıxır. Bir və bir də salırıq. 2. 2 dənə toxuyuruq.
toxuduq. İndi sıradakı bir dənə çıxartmalıyıq. Tam içindən salırıq. Və iki xəttin arasından keçməyibdi. Yeniyibdi, kənarından keçibdi. Onu düzgün çıxartmalıyıq. İçindən salırıq və buradan tam ortasından salmalıyıq. Saldık. Formada tam içindən. İki xəttin içindən salmalıyıq. Çıxartdım. Bunu deməli bir dənə toxuyuram. Bir daha növbədəki iki dənə toxumalıyıq. Tam baxırıq. Düzgün çıxmadı. Da çıxanda düzəliş eləməliyik. Sıradakı deyirik. Formada iki dənə çıxartmalıyıq. Bir və iki. İki dənə çıxartdıq. Sıradakını bir dənə çıxartmalıyıq. Bu formada deməli bu sıranın da sonuna qədər gedirik. Saldığımız zaman baxın ki düzgün olsun. Onda forması düzgün olmur. Bir dənə çıxdıq. İndi buradan iki dənə çıxırıq. Bir və iki. Beləliklə sıranın başına qədər gəlirik. Hanımlar, deməli gəldik bura. Burada deməli 6 oldu, sonra 10, hər birinin içindən çıxartdık. 12 oldu, sonra bir tek bir cüt toxuduq. İndi başa çatdıq. Teklə başlamışdıq, cütlə bitirdik. Bir daha bunu buradan çıxardırıq bu formada. Deməli yeniyirik formada, buradan keçirdirik. Belə elədik. İndi deməli bir tek bir cüt başına elə toxumuşduq. İndi bir cüt iki tek toxuyuruq. Deməli götürürük. Tekin içindən cüt toxuyuruq. Buradan tekin içindən çıxdıq. Bir zincir toxuduq. Deməli tekin içindən indi yeniyirik. İki dənə çıxardırıq. Birini çıxartdıq. İndi bir dənə daha çıxardırıq. Nə oldu? Bu oldu bir cüt. İndi iki təklərin hər birinin içindən cüt toxuduğumuzun hər birinin içindən bir dənə toxuyuruq bu formada. İki tək olur. İndi bir daha. Bir cüt və iki tək. Bir və iki. Tek toxuyuruq. Bir daha tekin içindən çıxırıq. Cüt toxuyuruq. Bir, iki. İkidən çıxdıq birimiz. Cüt toxuduqlarımızı da hər birinin içindən bir dənə çıxardırıq. Bu tek olur. Bu formada tekin içindən cüt toxuduğumuzun da içinin hər birindən bir dənə toxuyuruq. Başa qədər gedirik. Deməli xanımlar, teklə başlamışdıq. Deməli cütlə başlamışdıq.
Təklərlə də bitirdik. Bir daha buradan yeni yerdən salırıq və buradan birləşdiririk. Bunu çıxardanda fərqi yoxdur. Bu tərəfdən də çıxarda bilərik, dibindən də çıxarda bilərik. Yəni ki, heç bir fərqi yoxdur. Necə istəyirsiniz, elə də çıxarda bilərsiniz. Deməli, burada necə toxuduq. İndi davamında deməli, bir tək bir cüt toxuduq. İndi bir cüt, iki tək toxuduq. Bir cüt 2, 4-cü sırada bir cüt 2 tək toxuduq. İndi 5-ci sırada deməli nə edirik? 3 tək toxuyuruq, bir cüt toxuyuruq. Deməli dibindən salırıq. Bir dənə toxuduq. 1 deməli diqqət yetirin ki, düzgün çıxardın. 2 3 tək toxuduq. Görürsünüz, cütün üstünə düşmür. İndi burada bir cüt toxuyuruq. Bir daha toxuyuruq. 2 cüt toxuduq. 3 tək, bir cüt. İndi 1 2 və 3 tək toxudum. İndi birini cüt toxuyuram. 3 tək, bir cüt. Sona qədər bu formada davam edirik. 3 tək, bir cüt. Sonda yenidən necə toxumaq lazımdır davam edərik. Deməli xanımlar, 3 təklə başlamışdıq. İndi bir cütlə bitiririk. 1 yeni yerdən salırıq. 2 demək, təklə başlamışdıq. Cütlə də bitirdik. Cütlə bitirdik. Bir daha eyni qaydada buradan salırıq. Saldık. Çıkarttık. İndi burada 3 tek bir cüt toxumuşduq. İndi bir cüt toxuyuruq. 1, 2, 3, 4 tek toxuyuruq. Yəni, deməli buradan eyni bunun dibindən salırıq. Çıxartdım. Bir dənə toxudum. 1 2 1 2 dəqiqə deməli qarışdırdım. 3 tək toxumuşdum. 3 tək toxumuşdum, bir cüt toxumuşdum. İndi burada bir cüt toxumalıyam,
1, 2, 3, 4. Hə. Deməli, burada bir dənə elədim. Eyni yerdən bir daha çıxmalıyam. Çalışın, qarışmasın. Bir cüt toxudum. İndi 1, 2, 3, salan zaman arxadan da baxın ki, düzgün alınsın. Və 4. 4 tək toxuduq. Bir cüt, 1, 2, 3, 4 tək. Deməli, bu 4 təkdə gəlir, ikisi düşür cütün üstünə. Cütlə cüt düşməmək üçün belə eləməliyik. Bir cüt, 4 tək. İndi 4 tək toxuduq. Sırada bir cüt toxumalıyıq. 1 və eyni yerə salırıq. 2 cüt toxuduq. İndi bir daha. 1, 2, 3, gördüğünüz kimi cütün üstüne düşür. Ve 4. Burada da bu formada 4 tek toxuduq. Bir daha 1 cüt toxuyuruq. 1 eyni yerdən salırıq. İkinci cütümüzü toxuyuruq. Bu formada sona qədər gəlik. Hanımlar, deməli burada 4 təklə bitirdik. Bir cütlə başlamışdıq. 1, 2, deməli bir cüt, 1, 2, 3, 4 təklə bitirdik. Yenə də başlanğıcından götürürük. Həmişəki kimi buradan götürürük, çıxartdıq. Və bu formada çıxardırıq. Çıxartdıq. İndi bir daha. Deməli, cütlə başlamışdıq. İndi belə eləyirik. 1, 2, 3, 4, 5 tək, bir cüt. Bu formada toxuyuruq. Pillə qalxdıq. 1, 2, 3, 4 və 5. 5 tək toxuduq. İndi bir cüt toxuyuruq. 1 və 2. İndi bir daha. 1, 2, 3, 4 ve 5. 5 tek toxuduq. İndi bir cüt toxuyuruq. 1 ve 2. Gördüğünüz gibi cütün üstüne düşmür. Şimdi cütləri yenə tek toxuyuruq. 1, 2, 3, 4 ve 5. 5 tek toxuduq. Bir daha cüt toxuyuruq. 1 ve 2. Şimdi 2 çıxartdıq, cüt toxuduq. Bu formada sıranın sonuna kadar bu formada toxuyuruq. Deməli, hamılar bir cüt, 1, 2, 3, 4, 1, 2, 3, 4, 5 tek.
İndi 5 tek toxuduq. İndi sonuncunu cüt toxuyuruq. 1 ve 2. 2'den çıxartdıq. Bir daha birləşdiririk. İndi siz altını ne kadar böldükdə toxumaq istəyirsinizsə o kadar toxuyun. Yani mən orta qalınlıqda toxuyuram. Siz əgər böyütmək istəsəz böyüdərsiniz. Əgər daha kiçik eləmək istəsəz sıraları daha da az toxuyarsınız. İndi mən bu formada toxudum. İndi deməli cütlə qutardım. 1, 2, 3, 4, 5 də tək idi. İndi də istəyirəm bir sırada toxuyam. Deməli bitirdiğim sıranın dibindən başlayıram. Bir zincir çıxdım. Deməli cütlə bitirdim. İndi 5 1 2 3 4 5 6 7 8 tek bir cüt. 1 2 3 4 5 6 7 8 tek bir cüt. 1 2 3 4 5 6 7 8 tek 7 tek bir cüt eləyək də. 1 2 3 4 5 7 tek toxuyaq bir cüt. 3 4 5 6 7 4 5 6 7. İndi də 7 tek toxuyaq bir cüt toxuyaq. Cütlə bitirdik. İndi də belə eləyək də 1 toxuduq. 2 3 4 5 6 ve 7. 7 tek toxuduq. Bir cütlə toxuyaq. 1 2 3 4 5 6 7 tek bir cüt. 1 2 3 4 5 6 7 tek bir cüt. Bu formada toxuyaq. 7 tek bir cüt. 2 3 4 5 6 7 tek toxuduq. İndi bunu cüt toxuyaq. Toxuyanda sayılarına diqqət yetirin ki, cütün üstünə cüt düşməsin. Əsas odur. Onu siz özünüzdə nizamlaya bilərsiniz. 1 2 3 4 5 6 ve 7. Bir daha bir cüt toxuyuruq. 7 tek ve bir cüt. Formada sona kadar toxuyaq. Bura gələnə qədər. Hamılar gəldik, sona çatdıq. İndi 7 tek elədik. 1 2 3 4 5 6 7 tek elədik ve sonunda bir cütlə bitirdik. Bir cüt toxuduq ve formada yenilik çıxardırıq.
mənim üçün yetərlidir. Siz istəsəniz bir sırada sade toxuya bilərsiniz. Hər birinin içindən bir dəfə çıxartmaqla. Mənə elə gəlir ki, mən bundan böyük istəmirəm, daha istəmirəm. Bəsdir, yetər. Ona görə də deməli bunu belə elədik. Daha sonra indi bunun kənarlarını toxumaq üçün biz buranın dairəsinin ölçüsündə belə ölçürük. Dairəsini bu formada ölçdük və ondan sonra 5 dənə daha 1, 2, 3, 4, 5 sıra. Bu qədər. Deməli bunu kəsirik. Biraz da böyük kəsək. Qısa olmasın. Deməli bu üzü olmalıdır. Çöldə eləyəcəyik bu formada. Burası iç tərəfə düşəcək. Bunu biraz daha sıxırıq. Ay. Daha sonra bunu burada nə edirik? Gizlədirik. Ki sökülməsin. Sıxdıq. Deməli burada olduğuna görə indi bunu çıxardırıq bu tərəfə. Bunu qanadından çıxardırıq. Bunu da çıxartdıq. Deməli, daha sonra burasından çıxardırıq belə və başlayırıq buradan toxumağa. Bu formada belə çıxardırıq. Hər birinin içindən bu formada saldıq, çıxardırıq. Saldıq, bunu içindən çıxardırıq. Saldıq, çox sıxmamaq şərti ilə. Hər bir, buradakı bu boşluqların hər birindən bu formada çıxardırıq. Bunu elədik və belə eləyirik. Formada bir daha göstərim. Saldıq, çıxardırıq. Saldıq, çıxardırıq. Saldıq, çıxardırıq. Hər boşluqdan bu formada çıxardırıq. Çalışın ki, bunu eləyən vaxt çox sıxmayın. Nə çox boş olmasın, nə çox sıx olmasın. Tam sərbəst. Bunu formada sona qədər eləyək. Formada bir daha göstərirəm. Saldım, buradan çıxartdım. Bunu bunun içindən çıxardırsan. Saldım, gətirdim. Buradan çıxardırsan. Saldım, gətirdim, çıxardırsan. Buradan saldım, gətirdim. Bunu bunun içindən çıxardırsan. Bu formada başa qədər gedirik.
Tez-tez bunu eləyək. Başa gəlib, çatdırıb artıq sona çatdırıb saldıq, çıxardırıq. Bunu ara kəsmədən elədim. Formada. Deməli, sona gəldiyimiz vaxt buradan saldıq. Çıxardırıq və buradakı şluqdan da formada. Belə. Sona çatdırdıq. Bu içəridə qalır bura. Bu artıq qalanı da burada biraz eləyib daha sonra kəsirik. Artıq qalanı istəsəniz burada da itirə bilərsiniz bu formada. İstəsəniz də belə kəsə bilərsiniz. Bu formada bu altlığını bitirdik. İndi də keçirik bunun üst hissəsini toxumağa. Deməli, xanımlar, gördüyünüz kimi dairəmiz tam ideal şəkildədir. Heç bir qoşa xəttin üstünə qoşa xət düşməyibdir. Elə sıralanmışıq ki, tam səliqəli formadadır. Deməli, bunu düz üzünü çeviririk bu tərəfə. Bu tərs üzüdür. Deməli, bunu da istədiyimiz yerindən başlaya bilərik. Bu buradan getmişdik. İstədiyimiz yerdən bu formada buradan başlayırıq. Buradan bir dənə enirik, zincir çəkirik bu formada. Çəkdik. İndi bunu hər birinin dibindən bir dənə götürməklə bu formada götürdük, toxuyuruq. Növbəti zincir. Buradan götürdük, toxuyuruq. Buradan getdiyimiz bunların hər birinin içindən çox sıxmırıq. Sıxmadan rahat şəkildə belə gətirib toxuyuruq. Götürdük. Daha yaxından göstərim. Buradakı bunların hər birinin dibindən saldım, buradan. Buradan götürdüm və bu formada toxuyuram. Bir daha götürdüm. Hər birinin dibindən bir dənə toxumaqla bura qədər gəlirik. Başa qədər gəlirik. Bu formada. Biri budur, biri budur. Buradakinden götürürük. Buradan. Bu sıradan götürürük. Formada toxuyuruq. Götürürük. Ve formada toxuyuruq. Götürürük. Formada. Formada sümbül formasında alınır. Sona qədər gəlirik bu formada. Xanımlar, deməli gəlib sona çatdıq.
Sonuncunu da elədim. Əgər istəsəniz bunu dairədə olduğu kimi də eləyə bilərsiniz. Genişləndirib çıxartmaq da olar və yaxud da belə çıxardıb bunu buradan. Daha sonra bunu buradan salırıq. Buradan da bunu çıxartdım. Bunların hər ikisini içindən bu formada çıxardırım. Belə formada. Bu formada da toxuya bilərik. Bunun üstündən ikinci dəfədə getdiyimizə görə bu formada da toxuya bilərik. Yəni ki, onun heç bir şey altda görünmür. Amma sadə formada eləsək, bunu belə qaldırıb içindən keçirtmək daha yaxşı olar. İndi bunu elədik. Bunu çıxartdıq. Bir sıra toxuduq. İndi bunun üstündən eyni qaydada ikinci sıranı da toxuyuruq. Budur. Daha sonra buradan toxuduq. İndi eyni ilə bu formada davam edirik. Tam içindən. Buradan tam içindən. Bu iki qanadın arasından salırıq. Sümbülün arasından toxuyuruq. Tam içindən. Bu formada. Buradan tam içindən götürürük. Bu formada və toxuyuruq. Sümbülün içindən tam götürürük və bu formada toxuyuruq. İçlərindən iki qanadının arasından salırıq. İki qanadının arasından salırıq və belə çıxardırıq. Çalışın çox sıx toxunmasın. Tam iki qanadın arasından saldım. Daha sonra bunun içindən çıxarırım. Bu formada bura gələnə qədər belə formada toxuyuruq. Hanımlar, deməli gəlib sıranın sonuna çatdıq. Deməli çəkdik belə. Daha sonra dibindəki buradan çıxardırıq. Bunu da saldıq. İkisindən bir yerdə çıxartdıq. İndi bu iki sıranı toxuduq. İki sıradan sonra indi bunun üstündən toxumalıyıq. Gəlirik tam dibinə. Tam dibindən, deməli, bir, iki sıranın dibindən, tam dip hissəsindən götürürük. Buradan girdik, çıxdıq, gətirdik bura. Gətirdik. Bunu burada toxuduq, bu formada. Daha sonra keçirik. Onun yanındakı tam dibindən götürürük. Gəldik. Çox sıxmırıq. Bu formada. Gəldik. Bunun yanındakından. Götürdük. Çıxdıq. Gördüğünüz kimi belə alınır. Şimdi birini tam yaxından götürürəm. Geldim tam dibindən götürdüm. Arxadan keçirtdim. Çıxartdım. Qaldırdım. Və toxudum. Bu formada. Bu formada sona qədər burada hər bir sümbülün, bu bir, iki sümbüldür. Bu iki sümbülün dibindən, bunun tam dibindən götürürük. Götürdük, çıxartdıq. Bu formada. Bu formada demək hər birinin dibindən götürməklə gəlirik
tam axıra qədər. Axıra qədər bu formada toxuyuruq. Birini də göstərim. Götürdüm, çıxdım və toxudum. Bir daha götürdüm, çıxdım və toxudum. Bu formada ta ki sona qədər toxuyub gəlirik. Hanımlar, gəldik sona çatdıq. Deməli, sonuncunu da toxuyaq. Sonuncudan da götürdük və bu formada birləşdiririk. Buradan girirəm. Buradan girirəm. Və çıxartdım. Və daha sonra sona qədər, tam sona qədər burada bu formada bunun ikisinin arasından girirəm, götürürəm, çıxıb toxuyuram. Daha sonra bunun ikisinin arasından girdim, toxudum. Bu formada ikisinin arasından giririk bu formada. Formada belə çarpaz şəkildə bunun içindən giririk. Bu ikisinin arasından giririk. Girdik, çıxartdıq və toxuduq. İkisinin arasından girdik, çıxartdıq və toxuduq. İkisinin arasından girdik. Bu formada sıranın sonuna qədər gəlirik. Bu formada girdik, toxuduq. Hanımlar, gəldik sona çatdıq. Sonuncudan da çıxartdım bu formada. Və yenə də həmişəki kimi hər ikisinin içindən çıxartdıq və deməli bir sıra daha toxuyuruq. Eyni ilə burada olduğu kimi hər bir burada sümbüllərin içindən ilk sıralarda olduğu kimi bu ikinci sıranda gedirik bu formada. Bu formada deməli eyni ilə sümbüllərin içindən hər birinin içindən bu formada çıxartdım, toxuyuram. Sümbülün içindən götürdüm, çıxartdım, toxuyuram. Hər biri sümbülün içindən bir dənə götürürük. Bu formada sona qədər gəlirik. Bu formada hər bir sümbülün içindən götürürük, toxuyuruq. Bu formada sona qədər gedirik. Formada. Hanımlar, gəldik sıranın sonuna çatdıq. Bir daha birləşdirək və
keçirik indi iynəməyə. Yenidən gəlirik 1, 2, ikisinin dibindən götürürük. İkisinin dibindən giririk bu formada. Çıxdıq və toxuyuruq. Yenidən gəlirik bu yanındakı bu iki dənənin dibindən götürürük. Kaldırdık və toxuyuruq. Bu formada sona qədər gedirik. Sırayla götürdüğümüz, toxuduğumuz bu iki sümbülün dibindən götürürük buradan. Buradan götürürük. Daha sonra bunu dibindən götürürük. Daha sonra bu iki sümbülün dibindən götürürük. Bu hissədən. Bir neçəsini də toxuyun. Gəldik sırada budur. Dibindən götürdük. Toxuyuruq. Çox sıxmırıq. Sırada bu sümbüldür. Bu sümbülü toxuduq. İndi sırada bu sümbüldür. Buradan giririk. Alttan götürdük. Kaldırırıq. Və toxuyuruq. Bu formada. Formada hər bir sümbüllərin dibindən götürərək sona qədər gəlirik. Xanımlar, sona doğru gəlib çatdı. Bir neçə sıranı istəyirəm ki, sizlə toxuyam. Bu formada götürürük. Dibindən götürürük. Kaldırıb bağlayırıq. Bu iki sıranın dip hissəsindən götürürük. Dibindən, sümbülün dibindən. Sümbülün tam olarak dibindən götürürük bu formada. En sonucunu da göstereyim. Sümbülün tam olarak dibindən bu formada götürürük ve bağlayırıq belə. Bu formada bağlayırıq. Buradan götürdük. Daha sonra buradan da götürdük. Bu ikisini çıxdıq. Bir üst sıraya çıxdıq indi. İndi başlayırıq yenidən. Deməli bu iki sümbülün arasından bir daha götürürük. Toxuyuruq. İki sümbülün toxuduğumuz iki xəttin arasını götürürük bu formada. Bu formada bunun ikisinin arasından götürdük tam şekilde. Götürdük, toxuduq. Birinci sırada necə toxumuşduqsa onun kimi. Bu formada götürürük, toxuyuruq. Bu ikisinin arasından götürdük, toxuduq. Sırayla bu formada. Birini daha diqqətlə göstərim. Bu iki dənə belə xətdir. Bunun ikisinin arasından götürdüm, çıxartdım. Daha sonra belə götürürük. Bu iki xəttin arasından götürdüm. Bu formada. Bu formada alınır. İndi deməli bu sümbülü bir sıra toxuyuram, gətirib birləşdirirəm. Daha sonra ikinci sıranı da eləyirəm. Deməli burada necə eləmişdiksə iki sıranı toxuyub üstünü gəlmişdik. Daha sonra iki sırayı toxuyub üstünü gəlmişdik. İndi burada da iki sıra toxuyub daha sonra üstündən iki sıranın axırında sizlə sonluğunu göstərərəm. Hanımlar, deməli sona çatdıq bu sırada da.
Deməli, burada 2 sıra toxudum mən. Burada olduğu kimi 2 sıra toxudum. İndi bunun üst hissəsini toxuyuram. Buradan çıxdı. Yenə də buradan da gəlirik. Bunu bir də bunu götürürük. Hər ikisini götürdük. Və bu ikisinin iki dənə sümbül toxuduğumuzun dibindən, tam dibindən götürürük formada. Götürdük, çıxdıq. Biraz boş oldu. Götürdük. Ve bu formada. Keçirik sıradaki bu iki iç sümbülün dibine. Oradan da götürdük ve çıxdıq. Keçirik növbəti sümbülə. Bu formada ta ki sona qədər belə toxuyuruq. Bu iki sümbülün dibindən götürdük və toxuduq. Bu formada tam sona qədər gedirik. Nə çox sıxmırıq, nə də çox boş olmur. Elə olsun ki, nə çox yığılmasın, nə də çox boş qalmasın iplər. Bu formada götürürük, toxuyuruq. Bu ikisinin dibindən götürdük, toxuyuruq. Sırayla bu formada sırayla gedirik. Tam axıra qədər. Burada elədiklərimin təkrarıdır. Eyni şeylərin təkrarıdır. Hanımlar, gəlib sıranın sonuna çatırıq. Deməli, dibindən götürdüm, toxudum və sonuncunun dibindən götürdüm və toxudum. Bunu birləşdiririk. Formada birləşdiririk. Və buradan başından götürdüm, belirlədim. Hanımlar, əgər istəsəniz, burada 2 sıra toxudum, üstünü naxış getdi. Burada 2, burada 2, 6 sıra toxudum. Siz əgər istəsəniz bunu 8 sırada toxuya bilərsiniz. İstəsəniz bu qədər desəniz ki, mən bu formada istəyirəm. Belə 6 formada saxlaya bilərsiniz. 6 sırada saxlaya bilərsiniz bu formada. Bilmirəm, mən istəyirəm bu 6 sırada saxlayım hələ ki. Əgər daha sonra istəyərəmsə davamını artıra bilərəm. Və burada deməli bunu elədik. Bunu istəsəz bir sırada toxuyub belə daha üstündən kənarına gedə bilərsiniz. İstəsəniz də mən indi eləyirəm. Bu formada götürdüm. Bütün boşluqlardan götürürük. Bu formada. Formada getiririk. Sona qədər belə gedirik. Əgər siz istəsəniz daha böyük etmək, hündür etmək,
bunların tekrarında bir de 2 sıra sümbül toxuyub üstündən bu formada naxışına gedə bilərsiniz. İstəyinizdən asılıdır. Bu formada. Bir də əgər istəsəniz bunun ölçüsünü az eləmək, bu alt hissəsindən toxuduğumu sırasını mən toxuduğumdan daha kiçik eləyə bilərsiniz. Bu formada sona qədər toxuyuruq. Sona qədər siz də toxuyun. Xanımlar, deməli bu formada gəlib sona çatdı. Biraz formada kəsirim. Sonuncu başladığımız yerdən sonuncunu bu formada elədim. Daha sonra bunu içindən belə çıxardırıq. Belə. Gördüğünüz kimi hiçbir şey hiss olunmur ki burada bitişi ya əvvəli sonu bilinmir. Səliqə ilə eləyəndə bilinmir. Və bunu bu formada keçirdirik. İstəsəniz burada biraz daha uzadırıq. Arxa tərəfində bu formada artıq hissəsini də kəsirik formada. Gördüğünüz kimi bu arxası, bu içi. Deməli, əgər siz istəsəniz daha hündür olsun, 2 sıra dediyim kimi daha toxuyursunuz. Mənim üçün bu hündürlükdə yetərlidir. Ona görə mən bu hündürlükdə elədim. Bu da iç tərəfidir. Belə. Xanımlar, əgər əl işimi bəyəndinizsə, abunə olmağı, like etmeyi unutmayın. El işlerimden haberdar olmak istersinizsə zınqrov işarəsini aktiv edin. Yeni el işlerimdə görüşmək ümidiyle. Hələlik.